Bəzən elə insanlar olur ki, onlardan bir xahiş etsəz, demək olar ki, heç vaxt yox cavabını eşitməzsiniz. Sanki hər kəsə kömək etməyi bir vəzifə bilirlər. Amma bu səssiz fədakarlığın arxasında çox zaman dərin psixoloji və emosional yüklənmələr gizlənir. Psixoloqlar bildirirlər ki, yox deməkdən çəkinən insanlar adətən başqalarının sevgisini itirməkdən qorxur, rədd edilməkdən ehtiyatlanır və ya özlərini ancaq faydalı olduqları zaman dəyərli hiss edirlər. Bu isə onların tükənmişlik sindromu ilə özləşməsinə, daxili narazılıq və depressiyaya yol açmasına səbəb ola bilər. Bu insanlar qarşısındakı insanları itirməkdən, onlarla dostluq münasibətini pozacaqlarını və yaxud da şəxsi bir münasibəti varsa onu yekunlaşdıracağını düşünən insanlardır. Bu insanlar özgüvənsiz insanlardır. Çünki özünə dəyər verən insan ilk öncə öz məmnuniyyətini düşünməli, daha sonrası qarşısındakı insanın məmnuniyyətini düşünməlidir. Yox deməyi bacarmayan insanlar daha çox emosional, xaraktercə zəif, daha çox depressiv insanlar olurlar və avtoritar ailənin uşaqları olur bu uşaqlar. Qətibə Abdullayevanın sözlərinə görə belə ailələrdə böyüyən uşaqlar düşünürlər ki, deyilən söz hər nədirsə onunla qeyd şərtsiz razılaşmaq məcburiyyətindədirlər. Daha çox özünə inanan, güvənirli, sözünü deməyi bacaran, stresə davamlı insanlar, özgüvənli insanlar yox deməyi bacaran insanlardır. Əgər bizim yox deyəcəyimiz bir cavaba görə biz ətrafımızdakı insanlarla dostluq münasibətimizi və yaxud da ki, şəxsi bir münasibətimizi itirəcəyiksə, bəlkə də bu yoxu başda deməyimiz daha uğurlu olar ki, biz insanlarla aramızda olan münasibəti daha düzgün dəyərləndirə bilək. İnsan yox deyə bilməyəndə həm öz sərhədlərini silir, həm də qarşısındakına yanlış siqnal verir. Bu zaman digər insanlar da ona potensial istismar obyekti kimi yanaşır. Özünü ikinci plana atmaq, başqalarını razı salmaq üçün yaşamaq bir seçim deyil. Susqun fədakarlığın yaratdığı ağır bir yükdür. Mütəxəssislər hesab edirlər ki, yox demək aqressiya göstəricisi deyil, şəxsi sərhədlərin qorunmasıdır. Bu bacarığın inkişaf etdirilməsi üçün fərdi psixoloji dəstək və sosial şüurun artırılması vacibdir. Ayşən Sərdar qızı, Ramil İbrahimov, Xəbər ertəsi.